Salam əziz şagirdlər. Bu gün sizə oksidləşmə reduksiya reaksiyaları mövzusunun izahını verəcəm. Deməli uşaqlar, oksidləşmə reduksiya reaksiyaları bizim bildiyimiz digər reaksiya təsnifatlarından fərqli bir reaksiya növü deyil. Biz bilirik ki, reaksiyalarımız təsnifatına görə birləşmə, əvəz etmə, parçalanma və dəyişmə olaraq ayrılır. Ancaq oksidləşmə reduksiya reaksiyaları bu reaksiyalardan fərqli bir reaksiya növü deyil. Belə ki, istənilən birləşmə reaksiyası, hətta əvəz etmə reaksiyası və yaxud da parçalanma reaksiyası oksidləşmə reduksiya reaksiyası ola bilər. Yəni bunu birmənalı olaraq yadınızda saxlayın ki, bu reaksiyalar o reaksiyalardan seçilmir. Gəlin indi aydınlaşdıraq oksidləşmə nədir və reduksiya nədir? Deməli, mən burada qeyd etmişəm ki, atomun, ion və ya molekulların elektron vermə prosesinə oksidləşmə deyilir, elektron alma prosesinə isə reduksiya deyilir. Deməli, uşaqlar, elektronunu verən element oksidləşmə dərəcəsini artırır, elektronunu alan element isə oksidləşmə dərəcəsini azaldır. Deməli, uşaqlar, nəyi yadınızda saxlayın? Əgər bir elementin reaksiya nəticəsində oksidləşmə dərəcəsi artırsa, deməli, o öz elektronunu verib və deməli, oksidləşmə dərəcəsi artdığı üçün, elektronunu verdiyi üçün bu proses oksidləşmə adlanır. Çünki əvvəldən də dedim ki, əgər bir atom elektron verirsə, bu proses oksidləşmədir. Gəlin indi ikinci müddəaya baxaq. Deyir ki, elektron verən hissəcik reduksiya edicidir, elektronu alan hissəcik isə oksidləşdiricidir. Uşaqlar, yadında saxlayın ki, əgər bir element öz elektronunu verirsə, təbii ki, dedik ki, elektronunu verən elementin oksidləşmə dərəcəsi artmalıdır. Deməli, oksidləşmə dərəcəsi artan elementin deməli, xüsusiyyətinə deyəcək ki, bu element reduksiya edicidir. Əgər o element elektronunu alıb oksidləşmə dərəcəsini azaldırsa, bu hissəcik isə olacaq oksidləşdirici. Bunu yadınızda saxlayın. Əgər həmin element reduksiya edicidirsə, bu prosesə deyəcəyik oksidləşmə, yəni onun əksi olan. Əgər elektronunu alıb bu element oksidləşdiricidirsə, proses olacaq reduksiya. Bunu birmənalı olaraq yadınızda saxlayın. Əgər proses oksidləşmədirsə, elementimiz olur reduksiya edici. Əgər proses reduksiyadırsa, elementimiz olur oksidləşdirici. Və üçüncü müddəanı da yadınızda saxlayın ki, uşaqlar, reduksiya edicinin verdiyi elektronların ümumi sayı oksidləşdiricinin aldığı elektronların ümumi sayına bərabər olur. Daha sonra uşaqlar, gəlin digər mövzudan danışaq. Deməli, oksidləşmə reduksiya reaksiyalarının özünün də növləri var. 4 növü var. Molekul arası, molekul daxili, öz-özünə, yəni disproporsiya və əks öz-özünə, yəni kommutasiya. Gəlin bunları aydınlaşdıraq. Bunlar nə olan şeydir? Deməli, uşaqlar, əvvəla molekullar arası oksidləşmə reduksiya reaksiyalarından danışaq. Deməli, baxın, bu reaksiyaların xüsusiyyəti nədən ibarətdir? Deyir ki, bu tip reaksiyalarda oksidləşdirici və reduksiya edici müxtəlif maddələrin molekullarında müxtəlif element atomları olur. Baxın, uşaqlar, nəzər salsınız diqqətlə. Mis oksid və nitrat, deməli, amoniakın reaksiyasından alınır mis, azot və su. Bu reaksiyadan baxırıq ki, baxın, mis iyonu müsbət 2-dən, baxın, burada müsbət 2 oksidləşmə dərəcəsi göstərir. Gəlir, deməli, sıfıra. Biz də yadınızda saxlayın ki, bəsit halda bu elementlərin oksidləşmə dərəcəsi 0 olur. Deməli, müsbət 2-dən 0-a gəldiyi üçün oksidləşmə dərəcəsi azalıb, yəni elektronunu alıb bu element və oksidləşmə dərəcəsi azalıb. Azaldığı üçün bu mis elementimiz, baxın, bu mis oksid olur, deməli, oksidləşdirici element. Azot isə uşaqlar, baxın, -3-dən gəlib burada yenə 0-a, bəsit halda 0-a gəlib. 0-a gəldiyi üçün oksidləşmə dərəcəsi artıb və artdığı üçün deyirik ki, deməli, bu elementimiz reduksiya edicidir. Və oksidləşdiricimiz misdir, reduksiya edicimiz də azotdur. Gəlin indi bir də tərifə qayıdaq. Deyir ki, bu reaksiyalarda oksidləşdirici və reduksiya edici müxtəlif maddələrin molekullarında müxtəlif element atomları olur. Baxın, müxtəlif molekullardadır. Bax, mis oksidin tərkibindədir, azot da amoniakın tərkibindədir. Və ayrı-ayrı molekulların tərkibində müxtəlif elementlərdir. Biri misdir, biri azotdur. Ona görə də bu deməli reaksiya növünə deyirik molekullararası oksidləşmə reduksiya reaksiyası. Digər bir növüm isə molekul daxili oksidləşmə reduksiya reaksiyasıdır. Bu da deyir ki, tərifə baxaq. Oksidləşdirici və reduksiya edici bir maddə molekulunda müxtəlif element atomları olur. Deməli, molekullar arasında molekul sözü yadınızda saxlayın, arası sözü. Yəni, iki və ya üç fərqli molekul arasında ola bilər. Molekul daxilində isə bir molekulun daxilində, bir molekulun tərkibində deməli, müxtəlif element atomlardır. Bu, gəlin baxaq. Baxın, nitratın parçalanmasından alınır mis oksid, deməli, azot 4 oksid və oksigen. Demək, baxırıq ki, mis nitratın, azotun oksidləşmə dərəcəsi müsbət 5-dir, amma sağ tərəfdə, yəni reaksiya məhsulunda isə azotun oksidləşmə dərəcəsi müsbət 4 olur. Həmçinin mislər dəyişmir, mis burada da 2-dir, burada da 2-dir. Oksigenə baxsaq, oksigen nitratda -2-dir, gəlir bəsit halda 0-a.
Ona görə də deyirik ki, deməli azotda müsbət 5-dən müsbət 4-ə gəldiyi üçün azalır, yəni oksidləşdiricidir azotumuz. Oksigen isə mənfi 2-dən 0-a gəldiyi üçün artır, yəni oksigenimiz reduksiya edicidir. Deməli uşaqlar, baxın oksidləşdirici və reduksiya edici bir maddə molekulundadır və müxtəlif element atomlardır. Yəni biri azotdur, biri oksigendir. Ona görə deyirik ki, bu reaksiyalarımız molekul daxilidir. Əsasən molekul daxili reaksiyalara parçalama reaksiyalarını misal göstərmək olur. Çünki digər bir nümunəmizdə də mən parçalama reaksiyasını misal göstərmişəm. Keçək növbəti deməli növə. O da öz-özünə oksidləşmə reduksiyadır. Uşaqlar, öz-özünə oksidləşmə reduksiyası molekularsı və molekul daxildən fərqli olaraq eyni element atomu olur. Baxın, biz molekularsı və molekul daxildə dedik ki, fərqli elementlərimiz oksidləşdirici və reduksiya edici olurdu. Amma öz-özünə də isə eyni element atomu həm oksidləşdirici olur, həm reduksiya edici olur. Gəlin baxaq bu necə olur. Baxın nümunələrə. Kalium permanganatın su ilə reaksiyasından baxın 2 dənə manqanlı birləşmə alınır və manqan solda, yəni başlanğıc deməli maddədə müsbət 6 olduğu halda sağ tərəfdə müsbət 7-yə və müsbət 4 oksidləşmə dərəcəsindəki birləşməyə çevrilir. Deməli manqan müsbət 6-dan müsbət 7-yə gəldiyi halda manqan olur reduksiya edici və bir digər halda manqan müsbət 6-dan müsbət 4-ə gəldiyi üçün, yəni azaldığı üçün olur oksidləşdirici. Yəni eyni element atomumuz bir maddə molekulunun tərkibində həm oksidləşdirici olur, həm də reduksiya edici olur. Baxın, sadə bir misalda digər reaksiyadır. Xlor baxın 0-dan bəsit halda olduğu üçün 0-da onun oksidləşmə dərəcəsi birləşir deməli kalsium hidroksidlə və belə bir birləşmə əmələ gəlir. Burada xlor -1-ə və həmçinin xlor müsbət 1-ə çevrilir. Deməli xlor burada 0-dan -1-ə, yəni oksidləşdirici olur. Digər bir birləşmədə isə reduksiya edici olur. Baxın, yenə də eyni element atomu burada oksidləşmə və reduksiya edici deməli qabiliyyətini göstərdi. Ona görə də öz-özünə də yalnız bir element atomuna baxırıq ki, əgər hər iki halda da həm oksidləşdirici, həm reduksiya edici halda özünü göstərirsə, bu olur reaksiya, oksidləşmə, reduksiya. Daha sonra uşaqlar, gəlin əks öz-özünə oksidləşmə, reduksiyadan danışaq. Əks öz-özünə oksidləşmədə isə uşaqlar yenə də eyni element atomu oksidləşir və yaxud da reduksiya olunur. Ancaq əks öz-özünə, yəni bir maddənin yox, müxtəlif maddələrin tərkibində. Baxın, hidrogen xloridlə bu birləşmə tərkibində. Baxaq, xlor burada -1-dir, burada müsbət 5-dir. Yenə də dəyişən burada xlordur. Yenə də gəlir burada 0-a. Diqqətlə baxsaq. Deməli, -1-dən 0-a, müsbət 5-dən 0-a. Birində artır, yəni -1-dən 0-a gəldiyi üçün artır. Burada isə azalır, müsbət 5-dən 0-a gəldiyi üçün. Baxın, uşaqlar, öz-özünədən fərqi nədir bunun? Yenə də eyni element atomu burada dəyişir. Yenə də xlor dəyişir. Həm oksidləşdirici olur, həm reduksiya edici olur. Lakin öz-özünə də demişdik ki, bir maddə molekulunun tərkibində olur və yaxud da sabit halda, bəsit halda. Burada isə baxın, xlor 2 dənə fərqli element atomunun tərkibindədir. Baxın, 2 dənə fərqli maddə molekullarının tərkibində. Və bir maddə molekuluna gəlir. Ona görə də bu olur əks öz-özünə, yəni kommutasiya. Daha sonra uşaqlar, ən maraqlı mövzulardan biri də oksidləşmə reduksiya reaksiyalarında əmsalların müəyyən edilməsidir. Əmsalların müəyyən edilməsi üçün ən asan, ən rahat üsullardan biri də elektron balans üsuludur. Ümumiyyətlə, bu niyə görə tövsiyə olunur bu üsul? Yadınızda saxlayın ki, uşaqlar, oksidləşmə reduksiya reaksiyaları ona görə bizə çox lazımdır ki, bəzi reaksiyalar olacaq ki, onları biz istəsək də əmsallaşdıra bilməyəcəyik. Yəni, sadə reaksiyaları təbii ki, oksigenlə və ya digər maddələrlə əkobunu və ya əbobunu tapmaqla müəyyən bir deməli, balans yaradaraq əmsallarını təyin edə bilirik. Ancaq elə bir reaksiyalar bizim qarşımıza çıxacaq ki, baxın, məsələn, buradakı kimi. Görürsünüzmü, bu reaksiyanı biz istəsək də heç bir halda deməli, əmsallaşdıra bilmərik. Ona görə də bizim köməyimizə bu oksidləşmə reduksiya reaksiyaları çıxır. Yəni, biz oksidləşməsini və reduksiyasını tapmaqla bu maddələrin asanlıqla deməli, əmsallaşdıra bilirik. Gəlin, baxaq, bu necə baş verir. Deməli, baxın, reaksiyaya baxaq. Oksidləşmə dərəcəsini dəyişən elementlərin, dedik ki, oksidləşmə dərəcələri qeyd olunur. Birinci növbədə biz reaksiyaya baxırıq. Burada bizə demək, hansıların oksidləşmə dərəcələri dəyişirsə, onları qeyd edirik. Baxın, mən burada görürəm ki, dəmir müsbət 2-dən gəlib dəmir müsbət 3-ə. Burada isə mən görürəm ki, manqan müsbət 7-dən sağda manqan müsbət 2-yə gəlib. Qalan heç nə dəyişmir. Kalium dəyişmir, SO4 turşu qalığı dəyişmir, hidrogen və s. Heç biri dəyişmir. Yalnız 2 elementimiz dəyişir. Tapırıq, verilən və alınan elektronların sayını tapırıq və bərabərləşdiririk. Uşaqlar, baxın, dəmir dedi ki, müsbət 2-dən müsbət 3-ə gəlib. Nə qədər elektron deməli verib? 1 elektron verib. İndi gələcəm o 2-yə, niyə görə 2-dir? Deməli, manqan müsbət 7-dən isə uşaqlar müsbət 2-yə gəlib. Baxın, müsbət 7-dən müsbət 2-yə.
Yəni azalır. 5 elektron alıb. Deməli, burada niyə görə 2 yazılır uşaqlar? Dəmir müsbət 2-dən müsbət 3-ə gəldiyi üçün və başlanğıc reaksiya məhsullarında dəmirdən 2 dənə olduğu üçün, baxın uşaqlar, dəmirin indeksində 2 yazılıb. Ona görə də bura 2 yazılır. Yəni bunu yadınızda saxlayın. Daha sonra deyirik ki, deməli bu 2-dir. Bu da 5'dir. Dedik ki bu 5 elektron aldı. Bu da 2 elektronunu verdi. Daha sonra uşaqlar bu 2 ilə 5 olduğu kimi qalır. Bu yerini dəyişir. 5 gəlir dəmirə, 2 də gəlir deməli manqana. Nə edirik? 5-i yazırıq. Baxın, 5-i yazırıq reaksiya məhsullarında. Baxın burada. 2-ni də yazırıq manqanda. Manqan 2 olduğu üçün burada 2 yazırıq. Burada kalium 2-dir. Burada da kalium 2-dir. Daha sonra dəmir 5 vurulsun 2, 10 olduğu üçün burada 10 yazırıq. Və SO4-lərimizə baxırıq. Deməli, burada 10 dənə SO4 var. Burada da 8 dənə. Yəni, 18 dənə bizim SO4-ümüz var. Və burada baxsaq, 5-i vurursan 3-ə, 15 dənə buradadır. 1 dənə burada 16, 2 dənə burada 18. Deməli, bərabərləşdir. Ən sonda isə oksigenlərimizə baxırıq. Baxırıq ki, burada oksigenlərimizin sayı ilə burada oksigenlərimizin sayı eynidir. Ona görə də deməli, biz düz əmsallaşdırmışıq. Bir də uşaqlar, dedim ki, deməli, oksidaşma, yəni tapılan əmsallar daha çox sağda yazılır. Amma bəzi reaksiyalar var ki, onlar solda yazılır. Onları deyəcəm, amma hələ ki sağda olanları deyim. Deməli, parçalanma reaksiyalarında tapılan əmsallar uşaqlar hər zaman sağ tərəfdə yazılır. Bunu yadınızda saxlayın. Deməli, əgər tapırıqsa, xlor müsbət 5-dən mənfi 1-ə gəlib və yaxud da oksigen mənfi 2-dən oksigen 2 0-a gəlib. Bu halda deməli, deyirik ki, tapılan əmsallarımız bizim sağ tərəfdə yazılır. Daha sonra uşaqlar, sağ tərəfdə yazılan digər bir reaksiya öz-özünə deməli reaksiyalardır. Əmsallar sağda yazılır. Yəni bir element öz-özünə azot həm deməli reduksiya edici, həm də oksidləşdirici olursa, oradan tapılan əmsallar sağda yazılır. Daha sonra əgər oksidləşdirici və reduksiya edicinin bir qismi oksidləşmə dərəcəsini dəyişmədən son məhsullardan birinin tərkibinə daxil olursa, tapılan əmsallar sağ tərəfdə yazılır. Baxın uşaqlar, baxın burada deməli xlorun və yaxud da manqanın. Xlor mənfi 1-dən 0-a, manqana müsbət 4-dən 2-yə. Yəni bu molekullar arası oksidaşma reduksiya reaksiyalarıdır. Bu reaksiyalarda deməli əmsallar sağ tərəfdə yazılır. Daha sonra uşaqlar, əgər oksidaşma reduksiya reaksiyalarında 2-dən çox elementin oksidaşma dərəcəsi dəyişirsə, tapılan əmsallar ilk olaraq başlanğıc maddələrin və çox atomlu bəsit maddələrin qarşısında yazılır. Baxın, deməli, baxdıq ki, burada 2-dən çox deməli elementin atomları dəyişir. 2-dən çox oksidaşma reduksiya reaksiyası var və yəni oksidaşma reduksiya reaksiyasını dəyişən 2-dən çox element olduğu üçün biz nə edirik? Baxın, hər ikisi də, baxın, dəmir müsbət 2-dən müsbət 3-ə gəlib, burada da kükürt mənfi 1-dən müsbət 4-ə gəlib. Hər ikisində də reduksiya edici xassə özünü göstərir və reduksiya edici xassə özünü göstərdiyi üçün uşaqlar deyirik ki, bunlar bir yerdə yazılır. 1 ilə 10. Daha sonra burada oksigen isə yalnız oksigendir burada oksidləşdirici. Ona görə də o ayrı yazılır. Bunların hər ikisinin də elektronlarının alıb verməsi, yəni alıb verdiyi elektronlar cəmlənir, yəni 11. Burada da olur 4. Və bunlar bir-birinə yerini dəyişir. 4 gəlir dəmirlə deməli kükürt birləşməsinə, baxın bura. 11 də gəlir bura. Yəni başlanğıc maddələrdə, soldakı maddələrdə yazılır əmsallar. Deməli, bu reaksiyada da uşaqlar oksidləşdirici və reduksiya edicinin sayı tənliyin sağ və sol tərəflərində fərq edirsə, əmsallaşdırmanın sayı çox olan tərəfə aparmaq lazımdır. Deməli, baxın, dəmir 3 oksiddən karbon monoksidin reaksiyasından alınır dəmir, deməli, bu qarışıq birləşmədir uşaqlar. Yəni, qarışıq oksiddir. Çünki burada dəmirin oksidləşmə dərəcəsi müsbət 8/3-dür. Burada da alınır, deməli, karbon dioksid. Uşaqlar, dəmir müsbət 3-dən dəmir 8/3-ə gələ bilməz. Ümumiyyətlə, belə bir şey olması üçün gərək biz əmsallarına 3 yazaq ki, o məxrəcdən azad olsun. 3 yazdıqdan sonra, baxın burada 3 idi axı. Bu olur 9. 3-ü vuranda 3-ü 9. Bu da olur 3 vurulsun 3-də 8 olur 8. Deməli 9-dan 8-ə gəldiyi üçün bir vahid azalır. Yəni bu elementimiz olur oksidləşdirici. Karbonumuz isə müsbət 2-dən müsbət 4-ə gəlir, olur reduksiya edici. Deməli bunun verdiyi, bunun aldığı elektronların sayı müsbət 1, bunun da verdiyi elektronların sayısı 2-dir. Yəni yerlərini dəyişirik. 2 gəlir bura, 1 gəlir bura. Və biz nə edirik? Bu 2-ni, alınan bu 2-ni yazırıq bura, bir də yazırıq olduğu kimi bura.
Və bura 2 yazdığımız üçün uşaqlar 2 vurulsun 3 6. Burada da 2 var. Burada da 3 yazmaq lazımdır ki 6 olsun. Və baxırıq ki, nəticə etibarilə oksigenlərimizin sayı 9, 10. Yəni 3-ü vurduqca 9 üzərinə gəldi 1, 10. Sol tərəfdə 10-dur. Sağ tərəfdə isə 2 vurulsun 4, 8. Üzərinə gəlsin 2, 10. Deməli, burada da 10-dur, burada da 10-dur. Və nəticə etibarilə biz deməli tənliyimizi düz qurmuşuq, düz əmsallaşdırmışıq ki, oksigenlərimizin sayı bərabər olub.